mavi yanacaqla bağlı problemlərə diqqət çəkmişik bu süjetimizdə də. Cəlilabad rayonunun bəzi kəndlərində əhali 30 ildən çoxdur ki, mavi yanacağa məhrumdur və minlərlə sakinin yaşadığı bu kəndlərdə problem uzun illərdir ki, həllini gözləsə də indiyədək qaz təminatı tam şəkildə bərpa olunmayıb. Gəlin sujeti izləyək. Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsinə daxil olan bir sıra yaşayış məntəqələrində sakinlər uzun illərdir təbii qazın olmamasından əziyyət çəkirlər. 8 kəndi əhatə edən ərazi dairəsində hazırda yalnız Hamarqışlaq, Allahverən və Xəlilabad kəndlərində qaz xətti mövcuddur. Lakin digər 5 kənd Xəlilli, Albalan, Qamışlı Göl, Qarağac və İncirli kəndlərinin sakinləri 1990-cı illərdən bəri mavi yanacaqdan məhrumdur. Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də, verilən vədlər hələlik nəticə verməyib. Qazın olmaması isə xüsusilə qış aylarında onların həyatını daha da çətinləşdirir. Bəziləri istiliyi üçün hətta həyətlərindəki meyvə ağaclarını kəsmə məcburiyyətində qalır. Ordunun metresi 30 manata çıxır. Ala bilmir, millət qırılıb. Bu Xəlili kəndi, sonra Albalan, Qamışlı Göl, Sazatlı, həmi qaz gördü. Xəyiş elə bizi qazdan təmin edir. Dolana bilmiyor. Da o qalıb bu cəmaat buradan köçüb gedə. Mən cəmaatın əlində adından deyəm sənə. Meşə yoxdur. Meşənin yaxınlığında olsun, meşə qırdıb çıxıb gedir. Heç də qalmayıb. Mal təzəyə yandırır o. Vaxtilə Sovet dönemində bizim kəndlər hamısı qazlaşdırılmışdı. Sonra gəldilər bu turbaları ya da yığışlar har yaparda biz bilmədik. Təzə qaz kəməri gəlib bizim kəndin 4-cü evində dayanıb. Rayon mərkəzinin icra hakimiyyətindən bizim kəndin arasında 6 kilometr yol var. Bu qədər 40 kilometr yola qaz çəkmirlər, bizim bu 6 kilometr yola qaz çəkmirlər. Təxminən 2000-dən yuxarı bu ərazidə əhali var və bu insanların qazdan ehtiyacı var. Məsələn, belə qazın olmaması ucbatından cəmaat buradan köçüb gedirlər. Məsələn, cavanlar yoxdur, əhali azalır, məktəblərdə şagirdlərin sayı azalır. Ən yaxşısı odur ki, qaz çəkilsin, firavanlıq təmin olunsun. Hazırda Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə ümumilikdə təbii qaz xətlərinin olmadığı kəndlərdə 3500 nəfərdən çox əhali məskunlaşıb. Qeyd edək ki, analoji hal qonşu Sadatlı kəndində də mövcuddur. Uzun illərdir kəndlərdə davam edən bu vəziyyət artıq ciddi narahatlıq doğurur. Mən özüm pensiya alıram. 2 ayımın pensiyasını hər il bir maşın odun almağa verirəm. O da heç qışı yaxşı keçirtməyə, qış soğuk oldu, çatmır. Yaxşı, mən 2 ayın pensiyasını oduna verəndən sonra, bəs bu 2 ay mənim başqa problemlərimi nə ilə həll eləməliyəm? Qurumdan bildirildi ki, Azərqaz İstehsalat Birliyi regionlarda qazlaşma prosesini öz resursları hesabına həyata keçirir və bu proses mərhələli şəkildə Azərqaz İstehsalat Birliyinin mali imkanlarından asılı olaraq icra olunur. Cəlilabad rayonunun sözü gələn kəndlərinin qazlaşmasına Birliyin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər. Ümumilikdə deyə bilərəm ki, bu rayonun qazlaşma səviyyəsi 87,8% təşkil edir. İllərdir təbii qaz həsrəti çəkən kənd sakinlərinə hələlik səbirlə bu problemin həllini gözləmək qalır. Onlar ümid edirlər ki, uzun müddətli davam edən bu məsələ aidiyyəti qurumların diqqətində olacaq və kəndlərə nəhayət mavi yanacaq veriləcək.